gündür yeyib bitirə bilmədiyim yemək. Bugün üçüncü gündür yeyirəm yenə lobya supu. Bu hər hansı bir sıradan bir yemək deyil də, yəni bu çox faydalı kollagen tərkibli bir yeməkdir. O belə yekə sümükləri olur, zink deyirlər deyəsən, səhv bilmirəmsə. Qaynadıram, bütün onun için o nə deyirlər ona, sümükdən belə gəlir, belə döyürsən, ona nə deyirlər? İliyi zaten hamısı bunun içindədir. Kollagen bilirsiniz ki, insan orqanizmi üçün çox faydalıdır. Gənc qalmamızda çox böyük rol oynayır. Belə içində hazırlayıram, 10 gündən bir falan yeyirəm. Partlayıram. Amma bir tişə belə çörək yemədim də, yəni sadəcə çörəksiz yedim, amma doydum getmir, amma istəmirəm mən bu zay olsun, bunun hamısını bitirmək istəyirəm. Çünki çox faydalıdır, çox. Bitirəcəm. Nədir? Bitirdim, partladım. Çünki dedim bunu yiyeyim, durum uşaqları yemək hazırlayayım. Amma ki, mənə bir yorğunluq gəldi, bir yuxu gəldi. Bunun üstündə yemək saat hazırlaya bilmərəm. Gedirəm, biraz uzanam, dincələm. Siz hələ ki ac qalın, heç nə olmaz. Dincəliyim, bir 15 dəqiqədən sonra durub hazırlayaram. Bunu verdi. Kendine alerji yapıyormuş da. Ay bunları da mı memnunum verdi? Evet. Ay, İpek mi bu? İpek canım, hem de saf. Ay çok güzel bir şeymiş bu ya. La. Of. Sen de bir şey söyle olur mu?